qadının hamilə qalması üçün follikel yetişib partlamalıdır, boru açıq olmalıdır və uşaqlıq. Uşaqlıq gözəl olmalıdır. O mayalanma getdisə, o embrionu gözəl qəbul etməlidir. Nə deyirdik? Evi döşəməlidir. Yəni endometrium gözəl qalınlaşmalıdır. Orada yapışma falan olmamalıdır. Endometrium çox nazik olmamalıdır ki, o embrion orada yetişə bilsin. Orada bəbək əmələ gələ bilsin. Bəzi pasiyentlərdə endometriumda problemlər ola bilir. Məsələn, keçirilmiş çətin abortlara bağlı, o dəmirlə qaşıma abortlar olur, ya da böyük bir cərrahi əməliyyat keçirib uşaqlığında, ya da ki, vərəm xəstəliyi keçirib, xəbəri olmayıbdır, ona bağlı da ola bilir. Ya da hər hansı bir infeksion problemi keçirib, bu zaman nə olur? Endometrium qalınlaşmır, orada bakteri yapışmalar və endometrium qalınlaşmırsa, nə qədər boru açıq olsun, nə qədər follikel partlayırsa partlasın, əgər o endometrium gözəl deyilsə, o bəbək embrion orada məhv olacaq, hamiləlik baş tutmayacaq. Ona görə nə etməliyik? Biz ona qisteroskopiya etməliyik. Qisteroskopiya necədir? Bir qələm ucu kimi düşünün, qələm ucu nazikliyində hətta təxmini 8 mm, 5-8 mm düşünün. Uzunda kamera var, uşaqlığın içinə girilir. Çox zəif sedasiya verir, bəzən sedasiya verilməyə də bilər, onu qeyd edim diaqnostik qisteroskopiyalarda. O kameradan girir, uşaqlığın içinə birbaşa baxılır. Orada yapışmalar varsa, eyni seansda qayçılarla açılır. Və lazımsa biopsiya götürülür, sonrasında müalicə verilir və ondan sonra pasiyentlər çoxu da hamilə qala bilir. Bu endometriya problemlərdədir. Bəzən uşaqlığın daxilində pərdə olur, ara kəsmə və histeroskopiya ilə o pərdə ara kəsmə açılır. Polip olur, o polip götürülür. Bəzən hamiləyə engel miyom ola bilir, götürülə bilir. Yəni histeroskopiya sonsuzda və ginekologiyada çox önəmli bir işləmdir. Diaqnostik histeroskopiya və yanında cərrahi histeroskopiya. Xəstəyə zərər vermir, heç bir qarında kəsik yox, böyük bir anesteziya almır pasiyent. Zəif sedasiya altında icra edilir. Pasiyent ondan sonra xəstəxanada qalmaq zorunda da deyil. 2 saat sonra da evinə gedir. Maliyyəti o qədər böyük olmayan bir işləmdir. Histeroskopiya demək ki, nədir? Uşaqlığın endometriumda bir problem varsa, polip varsa, ağrı kəsmə varsa, miyoma varsa, bəli, icra edən bir əməliyyatdır.